Salam, kanalıma xoş gəldiniz. Bugünkü videoda sizinlə bahar təmizliyi və Novruz bayramı necə keçirdik onu paylaşacağam. Əslində hər bir xanım öz evinin səmtini daha yaxşı bildiyi üçün ən gözəl təmizliyi özü edir. Sadəcə biz 7-ci mərtəbədə yaşadığımıza görə və pəncərələrimiz silməyə bir o qədər müsait olmadığına görə mən bu işi təmizlik şirkətinə həvalə edirəm. Əvvəllər bu qədər çox təmizlik şirkəti yox idi. İndi olduqca çox təmizlik şirkəti var. Bəziləri şirkətləri var ki, gərək onlara hər şeyi əvvəlcədən bir-bir qeyd eləyəsən. Bu zaman mütləq ki, hansısa bir iş unudulacaq və onlar bu işin müqabilində əlavə ödəniş tələb eləyəcəklər. Belə problemlərlə rastlaşmamaq üçün mən saatlıq paketlərdən istifadə edirəm. Tutaq ki, 5 saatlıq və ya 8 saatlıq. Bu xidmətin də mənfi tərəfləri var. O da işçidən asılıdır. Elə işçi var, işini layiqincə yerinə yetirir, vicdanla işləyir. Eləsi var ki, vaxtını öldürür, asta-asta işləyir. Mən çalışıram ki, bir işçi ilə çox işləməyim. Çünki onlarda bir arxayınlaşma yaranıb ya da mənim rastıma ancaq eləsi çıxıb. Tam elə işləri bitirmişdim ki, Şəhrabanın bağçasına zəng vurdular. Şəhrabanda səpkilər olduğunu qeyd elədilər. Bir günlük onu karantinə almaq üçün gəlib aparmamı istədilər. Keçən videoda da qeyd eləmişdim ki, Şəhrabanı su çayı tutub. Artıq ikinci həftəyə doğru gedirik. Bütün gün bacısı ilə təmasda olmasına baxmayaraq, bacısında hələ heç bir əlamət yoxdur. Deyilənə görə Şəhrabanın su çayı bitəndən sonra başlayacaq bacısında. Yəni ki, belə bir qanuna uyğunluq yoxdur. Sadəcə yoluxma müddəti 3 həftə çəkir. Sağalma müddəti də 3 həftədir. Şəhrabanı bağçadan gətirdiyim gün heç bir dəyişiklik hiss eləmədim onun əhval-ruhiyyəsində. Bədənində də bir-iki yerdə səpki var idi. Düşündük ki, ola bilər ki, ağcı qanat yeyib. Geçen günlerde görürsen günler. Gördüyünüz kimi əhval-ruhiyyəsi yerindədir, çox aktivdir. Amma bu bizi yanıltdı. Axşam qızdırması qalxdı, halsızlıq oldu, səpkiləri sürətlə artmağa başladı. Çox kapriz eləyirdi, elaya vaxt ayıra bilmirdim. Uşaqlarla bacarmayacağımı düşündüyüm üçün çamadanımızı yığdıq, getdik atamgilə, Novruz bayramını orada qeyd elədik. Düştün hocam. Yalaya bak. Amma sizə deyim ki, çox da elə ağır keçirtmədi. 1 və ya 2 gün deyərdim ki, biraz narahatçılıq oldu. Sonra yenə əvvəlki qaydasında hər şey davam elədi. Əhval-ruhiyyəsi yaxşı idi, qaşıntısı demək olar yox idi. Videoda Şəhrabanı görüb təəccüblənməyin. Sadəcə gecə yarısı qaşıntısı çoxalmışdı. Ağlayırdı, heç cür qoymurdu ki, mən onu zilyonkalayım. Ona görə mən də məcbur, həm də bildiyiniz kimi o suluqların içərisində virus var. O da gərək tez-tez dəyişəsən ki, pambığı, virusu daha da yaymayasan. Ona görə mən
Böyük ölçüdə pambıq götürdüm, zilyonkalardım və bastım. Düzdür, deyə bilərsiniz ki, rəngsiz zilyonkalar da var, qırmızı zilyonkalar da var, amma biz tapa bilmədik açıqcası. Neçə aptekdən soruşduq, yox idi. Bildiyiniz kimi su çiçəyi üçün xüsusi bir dərman vasitəsi yoxdur. Sadəcə simptomatik davranmaq lazımdır. Məsəl üçün qaşıntısı varsa allergik dərman yazmışdı həkim. Məsələn, Lonore, qızdırması olanda da Nurafinlə onu aşağı salırdı. Videomu sona qədər izlədiyiniz üçün sizə təşəkkür edirəm. Mənim kanalım da sizin sayənizdə Elayın bu kiçik addımları kimi yavaş-yavaş böyüyür.